vaxt itirmədən 8 dekabr 14 dekabr həftəsinin həftəlik bürc şərhlərinə Qoç bürcündən dərhal başlayaq. Əziz Qoç və yüksələn Qoçlar, bu həftəyə sizə tam yaraşan şəkildə yüksək temp və güclü başlanğıc enerjisi ilə daxil olursunuz. Sizi həyəcanlandıran planlar, həyata keçirmək istədiyiniz layihələr, yeni məqsədlər və xüsusilə də səfərlər, uzaq ölkələrlə bağlı xəbərlər və ticari mövzular ön planda olacaq. Düşüncələriniz, cəsarətli sözləriniz və iddialı duruşunuz ətrafınızdakılar üzərində təsir yaratma gücündədir. Lakin bu aktiv həftədə diqqətdə saxlamalı olduğunuz mühüm bir məqam var. Mars və Saturn arasında gərgin təsir formalaşır. Bu xüsusilə səfərdə olsanız, xaricdə yaşasanız və ya beynəlxalq işlər, ixrac, idxal, viza, təhsil, ticari əlaqələr kimi mövzularda iştirak edirsinizsə, müəyyən gecikmələrə, maneələrə və güc sınaqlarına səbəb ola bilər. Bu səbəbdən həftə boyunca şəraitə çox müqavimət göstərmədən daha elastik davranmanız faydalıdır, əziz Qoçlar. Əgər bir iş, təhsil və ya səfərlə bağlı xəbər gözləyirsinizsə, qərarların gecikməsi və ya qarışıqlaşması ehtimalı var. Digər tərəfdən, Neptun düz hərəkətə dönür. Uzun müddətdir sizin həyatınızda daha çox mistik, ruhsal və taleyə bağlı sahələri təsir edən bu enerji irəliləməyə başlayır. Bununla birlikdə, sezgiləriniz güclənə bilər. Daxili səsinizi daha aydın eşidə bilərsiniz. Hadisələrə daha geniş, daha dərin bir perspektivdən baxmağa başlaya bilərsiniz. Xüsusilə yanvarın sonuna qədər ruhsal inkişaf, meditasiya, enerji çalışmaları, uzaq əlaqəli mənəvi proseslər və intuisiya yönümlü mövzularda bu axını dəyərləndirməyə çalışın. Merkuri-Uran gərginliyi maliyyə sahəsində diqqət tələb edir. Son günlərdə pul, xərclər və investisiya ilə bağlı qərarlar vermisinizsə, bu həftə bu planları tətbiq etmək düşündüyünüz qədər rahat olmayacaq. Ani qərar vermə, tələsik addımlar, qəfil istəklər, maddi mövzularda yanlışlıqlara yol aça bilər. Merkuri yay bürcünə keçdikdən sonra səfərlər və yol hərəkəti artacaq. Xarici əlaqəli işlər sürətlənəcək. Hüquqi mövzular, təhsil məsələləri, gələcək planları daha çox gündəmdə olacaq. Gələcəklə bağlı fikirlərinizi genişləndirmək, daha uzağa baxmaq istəyiniz güclənəcək. Bununla yanaşı, Mars-Neptun kvadratı səbəbilə, xüsusilə yaxşı tanımadığınız insanlarla qurulan iş əlaqələrində yanılma, aldanma və lazımsız fədakarlıq riskləri mövcuddur. Bu həftə həyatınıza maraqlı insanlar daxil ola bilər. Bu şəxslər güclü əlaqələrə sahib ola bilər, geniş dairələrlə təmasda ola bilər, xarizmatik və fərqli fikirləri ilə sizi tez təsirləndirə bilər. Məhz buna görə, kimə qulaq asdığınıza, kimə güvəndiyinizə, kimin ardınca hansı motivasiya ilə getdiyinizə diqqət edin. Əgər qarşınıza xırda maneələr çıxırsa və ya nələrsə sizi dayandırırsa, bunu görməməzlikdən gəlib, tələsik qərar verməyin. Normalda etməyəcəyim bir şeyi indi edim deyəcək bir enerji var. Amma tələsmək bu həftə heç də doğru olmaz. Çalışın ki, böyük başlanğıcları və dönüş nöqtəsi yaradan qərarları növbəti həftəyə saxlayasınız. Sakit, nəzarətli, amma fərqindəliyi yüksək bir həftə olmasını diləyirəm. Əziz buğa və yüksələn buğalar. Həftəyə ev, ailə və şəxsi yaşayış sahənizlə bağlı mövzular ön plana çıxaraq başlayırsınız. Əgər ailəni bir araya toplamaq, evdə dəyişiklik etmək, ailə üzvlərini əhatə edən bir təşkilat hazırlamaq kimi planlarınız varsa, bu həftə işlər kifayət qədər axıcı gedə bilər və bu prosesdən zövq ala bilərsiniz. Bu həftə boyunca Mars-Saturn gərginliyi aktiv olacaq. Buna görə həm maddi mövzularda, həm də sosial çevrənizdə müəyyən sıxılmalar yaşamaq ehtimalı var. Dostlarınızın ailə və ya karyer həyatında çətinlik çəkdiyini görə bilərsiniz. Əgər aranızda pul söhbətləri varsa, bu məsələ kiçik gərginliklərə səbəb ola bilər. Buna görə xüsusilə bu həftə maliyyə mövzularında daha ehtiyatlı addım atmanız önəmlidir. Bununla yanaşı, Merkuri-Uran qarşıdurması da təsir göstərir. Bu təsir münasibətlərinizdə daha sərbəst, daha fərqli düşünən bir davranış ortaya çıxarmanıza səbəb ola bilər. Sevdiyiniz insan fərqli yanaşmalarınızla təəccüblənə bilər. Amma mübahisə və fikir ayrılıqlarının böyüməməsi üçün lazım olmayan inadkarlıqdan uzaq durmağa çalışın. Həftənin ən xoş tərəfi Neptunun düz hərəkətə keçməsidir. Əgər son vaxtlar sosial çevrə
və dostluq münasibətlərində qeyri-müəyyənlik hiss edirdinizsə, bu həftədən etibarən sezgiləriniz daha güclü işləyə bilər və özünüzü daha rahat ifadə edə bilərsiniz. Topluluq içində ilham verən düşüncələrinizlə önə çıxma ehtimalınız yüksəkdir. Maddi mövzularda da bəzi gözəl inkişaflar qapınızı çala bilər. Digər tərəfdən, Merkurinin yay bürcünə keçidi ilə maddi axın və pul idarəsi daha çox gündəmdə olacaq. Büdcə planlaması etmək, gəlir-xərc balansını qurmaq, xərcləri tənzimləmək istəyə bilərsiniz. Bəzən çətinlik çəksəniz belə, bu prosesin yoluna düşəcəyinə inanaraq addım atmaq sizə üstünlük verəcəkdir. Həftənin sonuna yaxın Mars-Neptun kvadratı yanılma və yanlış yönləndirilmə riskini artırır. Xüsusilə pul mövzularında həddindən artıq yaxşı niyyətlə davranmamağa, başqalarının təsiri altında tez qalmamağa diqqət edin. Əgər dərnək, qrup və ya sosial birliklər daxilində maddi paylaşım mövzuları varsa, daha diqqətli və prinsipial olmaq faydalıdır. Sizə sakitlik, sabitlik və rahat axan bir həftə diləyirəm. Əziz əkizlər və yüksələn əkizlər, bu həftə ünsiyyət trafiğiniz xeyli sıxdır. Xüsusilə yaxın çevrənizlə edəcəyiniz qısa müddətli planları yaxşı təşkil etməyinizdə fayda var. Bazar ertəsi səhəri biraz gecikmə və aksamalar yaşana bilər. Amma həftənin qalanında bu planları həyata keçirmək üçün uyğun bir atmosfer yaranacaq. Təkcə yaxın çevrəniz deyil, qohumlar, bacı-qardaşlar, xala-oğlu xala-bacı, qonşular və yaxın dostlarla keçirilən zaman da önəm qazanır. Əgər övladınız varsa, bu həftə ona daha çox zaman və meydan vermək istəyə bilərsiniz. Həftənin əsas təsirlərindən olan Mars-Saturn sərtbucağı isə münasibətlər və şəxsi həyat mövzularında sizi sınağa çəkə bilər. Partnyorunuzla daha çox paylaşımda olmaq, birlikdə hərəkət etmək istəsəniz də, onun tərəfində gecikmələr, sağlamlıqla bağlı kiçik narahatlıqlar və ya məhdudlaşdırıcı durumlar ortaya çıxa bilər. Bu da sizdə tək qalma, yalnızlıq hissi yarada bilər. Buna görə də gözləntiləri həddindən artıq yüksəltmədən irəliləmək daha sağlam olacaq. Merkuri-Uran qarşıdurması iş və gündəlik çalışma rejiminizdə elektrikli, gərgin bir atmosferə işarə edir. İş yoldaşlarınızın sürətli, gözlənilməz reaksiyalar verdiyini görə və ya ünsiyyətdə qopmalar, anlaşılmazlıqlar yaşaya bilərsiniz. Əgər rəhbər mövqeyidəsinizsə, işçilərlə, işçi mövqeyindəsinizsə, rəhbərlərlə münasibətlərdə bu həftə daha diqqətli olmalısınız. Xüsusilə çərşənbə və cümə axşamı günləri stres yüksələ, zehniniz həddən artıq dolu ola bilər. Dost çevrənizlə birgə aparmaq istədiyiniz layihələr, ortaq işlər varsa, bu həftə bəzi gözlənilməz inkişaflar, düzəliş ehtiyacı və ya plan dəyişikliyi gündəmə gələ bilər. Cümə günü Merkurinin yay bürcünə keçməsi isə diqqətinizi tamamilə münasibətlərə, ortaq işlərə və qarşılıqlı anlaşmalara yönəldəcək. Qarşı cinslə ünsiyyət sürətlənə bilər. Həm romantik, həm də ticari mənada yeni addımlar atmaq istəyiniz arta bilər. Amma bu addımları atmadan öncə şərtləri mütləq detallı şəkildə dəyərləndirin. Çünki bazar günü dəqiq təsirə girən Mars-Neptun kvadratı münasibətlər, ortaq işlər və əməkdaşlıq mövzularında yanılma və məyusluq riskini artırır. Bu dövrdə tələsik qərar vermək yerinə, müşahidə edib zamanı gözləmək daha doğru yanaşma olacaq. Qarşınıza çıxan gecikmə və ya aksaqlıqlar bəlkə də sizi daha böyük bir səhv etməkdən qoruyan işarələrdir. Əlimdəkini itirməyim düşüncəsi ilə tələsik hərəkət etməyin. Hazırda göy qübbəsində qeyri-müəyyənlik enerjisi güclüdür. Sizə sakit, ayıq və balanslı bir həftə arzulayıram. Əziz xərçəng və yüksələn xərçənglər, bu həftə maliyyə məsələləri ön plandadır. Maddi qərarlarınızı dəqiqləşdirərək irəliləyəcəksiniz. Lakin xüsusilə bazar ertəsi səhəri kiçik stresslər, gecikmələr və ya anlıq gərginliklər yaşana bilər. Səhər saatlarını keçdikdən sonra isə bir neçə gün ərzində daha nizamlı, nəzarətli və planlı hərəkət etdiyinizi hiss edəcəksiniz. Həftə boyunca diqqət tələb edən güclü astroloji təsirlər aktivdir. İş həyatınızda və ya evinizin gündəlik nizamını təmin edən insanlarla bağlı bəzi çətinliklər gündəmə gələ bilər. Yanınızda çalışan biri, baxıcı, köməkçi, təmizlik işçisi və ya iş yoldaşlarınızla bağlı gecikmələr, onların yaşaya biləcəyi sağlamlıq problemləri sizin də gündəlik rutininizi poza bilər. Ünsiyyətdə anlaşılmazlıqlar və kiçik gərginliklərə açıq bir həftədir. Merkuri-Uran qarşıdurması isə
dost çevrənizlə şəxsi həyatınız arasında balans yaratmağı çətinləşdirə bilər. Sosial mühitdə gözlədiyinizi tapa bilməyəndə, bunun münasibətinizə yansıdığını görə bilərsiniz. Partnyorunuzla fikir ayrılıqları yarana bilər. Reaksiyalarınızda ölçülü olmağa çalışın. Həftənin ən gözəl təsisi Neptunun düz hərəkətə keçməsidir. Təhsil, xariclə əlaqəli işlər, akademik proseslər, ticarət fəaliyyətləri və hüquqi məsələlərlə bağlı tıxanıqlar biraz açılır. Təsəvvür gücünüz güclənir, sezgiləriniz daha yaxşı bələdçi ola bilər. Yanvarın sonuna qədər bu sahələrdə daha vizyonlu addımlar atmağınız mümkündür. Cümə günü Merkurinin yay bürcünə keçməsi ilə iş, gündəlik rutin və sağlamlıq mövzuları sürətlənir. Yeni layihəyə başlamaq, işə müraciət etmək, gündəlik sisteminizi nizamlamağı və ya müayinə kontrol etdirməyi planlaya bilərsiniz. İş motivasiyanız artır, sağlamlığınıza olan inamınız güclənir və daha intizamlı irəliləmək şansı əldə edirsiniz. Lakin Mars-Neptun kvadratı xüsusilə sağlamlıq mövzularında ehtiyatlı olmağınız lazım olduğunu vurğulayır. Səyahətdə, təhsil və ya iş səbəbilə yorğun temponuz varsa, qidalanma və yuxu nizamınıza diqqət edin. Birinin məsləhəti ilə dərman qəbul etmək yerinə mütləq mütəxəssis rəyinə müraciət edin. Bu dövrdə dərman, qida və kimyəvi maddələrə qarşı həssaslıq yarana bilər. Əsas məsələ önləyici olmaqdır. Özünüzə yaxşı baxın, həftəniz sakit, ahəngdar və fərqindəliklə keçsin. Əziz şir və yüksələn şirlər. Bu həftə sizin üçün olduqca dinamik və həyəcanlı bir dövr başlayır. Enerjiniz yüksələcək, yerinizdə sakit dayanmaq çətin ola bilər. Sevgi həyatı canlanır. Əgər övladınız varsa, onunla bağlı mövzular da gündəmdə ola bilər. Zövq aldığınız məşğuliyyətlərə yönəlmək, həyatın dadını çıxarmaq istəyəcəksiniz. Xüsusilə bazar ertəsi, çərşənbə axşamından sonra, çərşənbə və cümə axşamı günləri maddi məsələlər daha çox fikrinizi məşğul edə bilər. Bu həftə diqqət tələb edən bir təsir var. Mars-Saturn kvadratı. Ailə, münasibətlər və xüsusi həyat mövzularında müəyyən gərginlik və ya tıxanma hiss edə bilərsiniz. İdmanla məşğul olanlar üçün ehtiyatlı davranmaq vacibdir. Omba-bud bölgəsi həssas ola bilər və zədələnmələrə açıq dövr sayılır. Yıxılma, əzələ gərginliyi və ya narahat ayaq kimi hallar gündəmə gələ bilər. Övladınız varsa, onun sağlamlıq və ya gündəlik nizamındakı çətinliklər sizi də təsirləndirə bilər. Eyni şəkildə, partnyorunuzla bəzi mövzularda anlaşılmazlıqlar yaşamaq ehtimalı yüksəkdir. Həftənin digər güclü təsiri Merkuri-Uran qarşıdurmasıdır. Xüsusilə çərşənbə günü ev və ailə içində gərginliklər görünə bilər. İş həyatındakı qarışıqlıq və ya gərginlik evə yansıya bilər. Ev içi gözlənilməz söhbətlər, ana-ata arasında qarşıdurma və ya ev nizamı ilə bağlı xırda problemlər üzə çıxa bilər. Cümə günü Merkurinin yay bürcünə keçməsi ilə sevgi həyatınız daha da aktivləşir. Romantik paylaşmalar arta bilər, sevdiyiniz insanla ünsiyyət güclənə bilər. Eyni zamanda hobbiləriniz, əyləncə istəyiniz və sosiallaşma meyliniz yüksəlir. Partnyorunuzun dost çevrəsi ilə quracağınız əlaqələr sizə yeni qapılar aça, dəstək gətirə bilər. Lakin həftə sonuna yaxın Mars-Neptun təsiri maddi məsələlərdə diqqətli olmağınızı vurğulayır. Həm şəxsi həyat, həm övlad mövzuları, həm də pul məsələləri həssas ola bilər. Bu dövrdə böyük maliyyə qərarları verməməyə, sizi asan yönləndirə biləcək vəziyyətlərdə ehtiyatla davranmağa çalışın. Manipulyasiya, aldadılma və şişirdilmiş vədlərə qarşı ayıq olun. Həyatınızda yeni bir mərhələ başlayır və bu mərhələ müəyyən çözülmələri də özü ilə gətirə bilər. Amma unutmayın, baş verən hər şey irəliləməniz üçün lazım olan pillə ola bilər. Gərginliklər qısa müddətdə yumşalacaq və siz dəstək görəcəksiniz. Həftəniz bərəkətli, cəsarətiniz yüksək, qəlbiniz rahat olsun. Əziz qız və yüksələn qızlar. Həftəyə bir qədər aşağı motivasiya ilə başlayırsınız. Bu dövrdə enerjiniz hər zamanki kimi yüksək olmaya bilir. Etmək istədiklərinizə tam fokuslanmaqda çətinlik çəkə bilərsiniz. Ümumilikdə bu həftə axıcılıq tutmaq o qədər də asan görünmür. Çünki göy üzü qarışıq təsirlərlə işləyir. Xüsusilə Mars-Saturn sərt bucağı, ev və ailə nizamında bəzi aksiliklərə, stres yaradan vəziyyətlərə və ya kiçik qəzalara işarə edir. Ev daxilində səhlənkarlıq, yorucu şərtlər
Həmçinin partnyorunuzun sağlamlıq və ya tempo ilə bağlı yaşaya biləcəyi çətinliklərə qarşı diqqətli olun. Bu prosesdə ailə və münasibətlər sahəsində şərtləri çox zorlamamaq, inad və mübahisələrə getməmək sizin xeyrinizə olacaq. Merkuri-Uran qarşıdurması ətrafda baş verənlərdən normaldan daha çox təsirlənəcəyinizi göstərir. Yaxın çevrənizdəki insanlara qarşı səbirsiz ola bilərsiniz. Xüsusilə sizi yaxşı tanımayanların davranışlarına daha kəskin reaksiya verə bilərsiniz. Sosial mediada fikir bildirərkən sərt görünə biləcək paylaşımlardan çəkinmək faydalıdır. Qardaşlar və qohumlarla bağlı sürətli xəbərlər də gündəmə gələ bilər. Bu həftənin gözəl təsiri Neptunun düz hərəkətə keçməsi olacaq. İkili münasibətlər və şəxsi həyat sahəsində son zamanlar hiss etdiyiniz qeyri-müəyyənliklər, anlaşılmazlıqlar və həddindən artıq fədakarlıq mövzularında yumşalma başlaya bilər. Daha anlayışlı, daha tolerant münasibət sərgiləməyiniz mümkündür. Bəzən reallıqla üzləşmək istəmədiyiniz anlar ola bilər. Amma bu dövr yanvar ayı ilə tam şəkildə tamamlanacaq. Cümə günü Merkurinin yay bürcünə keçməsi ev-ailə mövzularının daha çox gündəmə oturacağını göstərir. Köç, ev yerləşimi, alqı-satqı və icarə kimi əmlak məsələləri ön plana çıxa bilər. Cümə və şənbə bu baxımdan xüsusilə diqqət çəkir. Lakin eyni zamanda aktiv olan Mars-Neptun kvadratı aldadıcı təsirlərə qarşı diqqət çağırışı edir. Münasibətlərdə gözləntiləriniz qarşılanmadıqda, qırılğanlıq və ya qəzəb yüksələ bilər. Partnyorunuzun sağlamlıq problemləri varsa, bu məsələ münasibət içində əlavə yük yarada bilər. Bu səbəbdən böyük qərarlar vermək və kəskin addımlar atmaq üçün uyğun həftə sayılmır. Maliyyə baxımından isə yeni bir dövr başlayır. İlk addımlar atılır və bu mərhələdə bəzi sarsıntılar yaşana bilər. Lakin bunlar uzun müddətli möhkəm quruluş üçün gərəkli təmizlənmə xarakteri daşıyır. Bu həftə qarşılaşdığınız hər vəziyyəti diqqətlə müşahidə edin, qeydlər aparın və altında yatan mesajı oxumağa çalışın. Sakit, dərin düşüncəli və fərqindəliyi yüksək bir həftə diləyirəm. Əziz tərəzi və yüksələn tərəzilər. Həftəyə olduqca hərəkətli, sosial temp ilə başlayırsınız. Dost çevrənizdən gələn xəbərlər, birlikdə ediləcək planlar və paylaşılacaq gündəmlər ön plana çıxa bilər. Bununla yanaşı iş həyatınızda da intensivlik arta bilər. Toplantılar, yazışmalar, layihə axınları sürətlənəcək kimi görünür. Qısa müddətli planlar, ani görüşlər və kiçik səfərlər baxımından da aktiv bir dövrdəsiniz. Bu həftə göydəki Mars-Saturn gərginliyi, birlikdə işlədiyiniz insanlarla bağlı bəzi aksaqlıqlar və yavaşlamalar yarada bilər. Ortaq iş apardığınız biri ilə yolları ayırmaq istəyə bilərsiniz və ya onların sağlamlıq və şəxsi həyatındakı problemlər iş tempinizi poza bilər. Əgər trafikli yol planlarınız, səfərləriniz varsa, bir qədər ehtiyatlı olmağınız tövsiyə olunur. Bu görünüş bir növ dayanma, irəliləyişin gecikməsi enerjisi daşıyır. Planlarınız hər zaman düşündüyünüz kimi getməyə bilər. Digər tərəfdən Merkuri-Uran qarşıdurması maddi məsələləri daha həssas vəziyyətə gətirir. Gəlir-xərc balansında gözlənilməz dəyişikliklər baş verə bilər. Evdə düşündüyünüz maliyyə planı real həyatda tam qarşılığını tapmaya bilər. Birdən çıxan xərc, partnyorunuzun maddi sıxıntısı və ya hesablanmamış ödəniş büdcəni poza bilər. Bu həftə maliyyə mövzularını daha nəzarətli şəkildə idarə etmək vacibdir. Həftənin daha ruhani təsiri isə Neptunun düz hərəkətinə dönməsi ilə gəlir. İş, xidmət və sağlamlıq sahələrində bir müddətdir geriləyən Neptun indi daha axıcı irəliləyir. Əgər iş mühitində fədakarlıq etdiyiniz məqamlar varsa, bu tərəfiniz daha aydın görünə bilər. Sağlamlıq məsələlərində bəzən netlik itə bilər, situasiyalara daha sezgisel yanaşa bilərsiniz. Bu təsir yanvar ayının sonlarına qədər davam edəcək kimi görünür. Cümə günü Merkurinin yay bürcünə keçməsi ünsiyyəti daha da sürətləndirəcək. Reklam, satış, media, sosial şəbəkə və ya rəqəmsal işlərlə məşğulsunuzsa, önəmli görüşmələr gündəminizə gələ bilər. Yaxın dostlarla birgə ortaya çıxacaq layihələr və spontan ideyalar sizə gözəl imkanlar aça bilər. Lakin həftə sonuna doğru Mars-Neptun təsiri həm iş birliyində olduğumuz insanlarla, həm də yaxın çevrənizlə bağlı yanlış qavrayışlar yarada bilər. Aldadılma, yanlış anlaşılma, informasiyanın dəqiq olmaması və ya sözlərin gerçəkliyi əks etdirməməsi kimi hallara qarşı diqqətli olun. Çevrənizdəki insanların sağlamlıq mövzuları da gündəm yarada bilər. Bu həftə balansda qalmaq və enerjinizi düzgün yönləndirmək önəmlidir.
nazik, fərqindəlikli və səssiz sakit bir həftə diləyi ilə. Əziz əqrəb və yüksələn əqrəblər, bu həftə diqqətiniz böyük ölçüdə karyera və iş həyatında olacaq. Evdə tək qalmaq əvəzinə daha çox insanlar arasında olmağı seçə, kalabalıq və canlı mühitlərdən enerji yığa bilərsiniz. Sosial enerjiniz yüksəkdir və bu hərəkətlilik sizə motivasiya verərək gücləndirəcək kimi görünür. Bununla yanaşı, maliyyə mövzularına qarşı diqqətiniz də artır. Merkuri-Uran qarşıdurması, xüsusi həyat və münasibətlər sahəsində ani gərginliklərə işarə edir. Partnyorunuzun dəyişkən ruh halı və ya həyatındakı gözlənilməz hərəkətlər sizdə narahatlıq və səbirsizlik yarada bilər. Sözləriniz, imalarınız və reaksiyalarınız normaldan daha sərt qəbul oluna bilər. Bu təkcə romantik münasibətlərdə deyil, birlikdə iş gördüyünüz insanlarla ünsiyyətdə də keçərlidir. Sözlərinizi seçərək danışmaq, anlaşılmazlıqları əhəmiyyətli ölçüdə azalda bilər. Həftənin əsas təsirlərindən biri Mars-Saturn kvadratıdır. Bu görünüş, maddi məsələlərdə ehtiyatlı olmağınız lazım olduğunu göstərir. Gözlədiyiniz bir ödəniş gecikə bilər, maliyyə planlarında tıxanma yaşana bilər və riskli addımlar istədiyiniz nəticəni verməyə bilər. Vaxt uyğun gəlməyə və ya xarici şərtlər layihələri ləngidə bilər. Buna görə bu həftə pul mövzusunda böyük risklər almamaq daha təhlükəsiz olacaq. Digər tərəfdən gözəl bir xəbər də var. Neptun düz hərəkətə qayıdır. Bir müddətdir qəlbinizlə bağlı mövzularda qərarsızlıq hiss etmisinizsə, indi daha aydın hərəkət edə bilər. Hisslərinizi axışına buraxa bilərsiniz. Sevgi daha romantik, daha saf bir enerji ilə axacaq. Fədakarlıq etmək sizi yormayacaq. Bu təsir yanvarın sonuna qədər davam edəcək. Cümə günündən etibarən Merkuri yay bürcünə keçir və maddi planlar yenidən gündəminizə gəlir. Qarşıdakı 2 həftədə maliyyənizi necə idarə edəcəyinizi, sərmayəni hansı sahəyə yönəldəcəyinizi daha çox düşünə bilərsiniz. Həmçinin səyahət, xaric bağlantıları, təhsil və ticarət üçün xərclər də arta bilər. Lakin Mars-Neptun qarşıdurması xəbərdarlıq edir. Həm sevgi, həm pul, həm də iş sahəsində aldadılma və yanılma riski yüksəkdir. Həddindən artıq ideallaşdırmaq və ya xəyal qurmaq yanlış qərarlara səbəb ola bilər. Buna görə hər məlumatı təsdiqləyərək irəliləmək vacibdir. İş həyatınızda yeni dövr başlayır. Əvvəlcə çatışmayan tərəfləri görüb təmizləyəcək, sonra yenilənərək irəliləyəcəksiniz. Əgər sistem dağılırsa, bilin ki, yenisi gəlmək üçündür. Prosesin sizə xidmət etdiyini unutmayın. İşıqlı, intuitiv və fərqindəliklə dolu bir həftə arzuluyuram. Əziz oxatan və yüksələn oxatanlar. Bu həftə kifayət qədər canlı, hərəkətli və yüksək tempolu bir enerji ilə önə çıxırsınız. Uzaq məkanlardan gələcək xəbərlər ruhumuzu qaldıra bilər. Özünüzü bir çox insana nisbətən daha diri, daha nikbin hiss etməyinizə səbəb ola bilər. Ətrafınızda enerjinizi aşağı salan insanlar və ya vəziyyətlər olsa belə, daxili gücünüzü qoruyaraq müsbət qalmağı bacaracaqsınız. Lakin bu həftə xüsusilə sağlamlığınıza diqqət etməlisiniz. Ev daxilində yarana biləcək aksaqlıqlar, kiçik qəzalar, su və ya qazla bağlı problemlər, hətta yüngül zəhərlənmə kimi hallar əhvalınızı qəfil aşağı sala bilər. Ailə içindən, xüsusilə ata tərəfində gələn bəzi xəbərlər də ev mühitində stres yarada bilər. Merkuri-Uran qarşıdurması iş həyatında tarazlıqları çətinləşdirə bilər. İş yoldaşlarınızın davranış və ya istiqamət dəyişməsi, çalışma ritmində gözlənilməz qırılmalara səbəb ola bilər. Fikir ayrılıqları gündəmə gələ bilər. Yenə də bunları şəxsi qəbul etməmək yaxşıdır. Həftənin gözəl xəbəri isə cümə günü Merkuri yay bürcünə keçir. Bu keçidlə birlikdə sizi yorub yoran enerji yavaş-yavaş arxada qalır. Düşüncələrinizi daha rahat ifadə edir və ətrafınızla daha həvəslə paylaşa bilirsiniz. Yaxın çevrə ilə plan qurmaq, danışmaq, hərəkət etmək adeta sizə təzə nəfəs kimi təsir edəcək. Bazar günü Mars-Neptun kvadratı aktivləşir. Bu təsir həm ev daxilində, həm də fiziki yöndən bir qədər yıpradıcı ola bilər. İmmunitetiniz həssaslaşa, baş ağrısı, halsızlıq, motivasiya düşməsi kimi hallar ola bilər. Eyni zamanda ev, əmlak, kiralama və ya alqı-satqı ilə bağlı məsələlərdə yanılma ehtimalı yüksəldiyi üçün həftə sonu riskli qərarlar verməmək ən doğrusudur. Qısaca, bu həftə enerjili, lakin diqqət tələb edən bir prosesdir. Sağlamlığınıza diqqət edin, immunitetinizi güclü saxlayın
və xüsusilə ev əmlak mövzularında tələsik qərarlar verməyin. İşığınız bol, həzli və xoş bir həftə diləyirəm. Əziz oğlaq və yüksələn oğlaqlar. Bu həftə maddi mövzular açıq şəkildə gündəminizə yerləşir. Həftənin əvvəli maliyyə məsələləri ilə maraqlana, bank işləri, ödənişlər və ya planladığınız pulla bağlı işləri həll etməklə məşğul ola bilərsiniz. Həftə sonu isə etdiyiniz qeydləri addım-addım həyata keçirmək, görəcəyiniz işləri sistemə salmaq istəyə bilərsiniz. Ayın Şir bürcündə hərəkəti təşkilatlanmaq istəyinizi daha da gücləndirəcək. Ümumi astroloji görünüş bu həftə ehtiyatla irəliləməli olduğunuzu göstərir və sizin üçün bu enerji bir qədər daha güclüdür. Çünki hazırda bir çox planet 12-ci evinizdədir. Yəni nəzarətin tam sizdə olmadığı, daxilə dönmə və hazırlıq mərhələsini göstərən sahədə. Bu təsir zaman-zaman tək qalmaq istəyi, içinə çəkilmə, enerji düşməsi və ya dalğınlıq yarada bilər. Özünüzü çox sıxmadan irəliləməyiniz, istirahətə və immunitetinizi gücləndirməyə diqqət etməyiniz vacibdir. Sağlamlıq həssas ola bilər. Mars-Saturn kvadratı qardaşlar, yaxın çevrə və ünsiyyət sahəsində bəzi çətinliklər yarada bilər. Yaxınlarınızın yaşadığı məsələlər sizin gündəminizə də daşına bilər. Söhbətlərin sərtləşməsi, anlaşılmazlıqlar, əlaqə qırılmaları bu həftənin ehtimalları arasındadır. Bundan əlavə, Merkuri-Uran qarşıdurması sosial çevrə və dostluq münasibətlərində fikir toqquşmaları yarada bilər. Bəzi dostlarınızla düşüncə ayrılığı yaşaya bilərsiniz. Bu isə partneriniz və şəxsi həyat mövzuları ilə üst-üstə düşərək gərginlik yarada bilər. Bu həftə sosial çevrə və özəl həyat arasında balansı qorumağa çalışın. Bir tərəfdən isə sevindirici xəbər var. Neptun düz hərəkətə dönür. Ünsiyyət, reklam, tanıtım və marketinq sahələrində daha sezgisel və axıcı irəliləyə bilərsiniz. Özünüzü ifadə etmə tərziniz güclənə bilər və yaradıcılıq axını daha rahat hərəkət edə bilər. Cümə günü Merkuri yay bürcünə keçir və karmanın, iç dünyanızın alanı aktivləşir. Bu dövrdə bir qədər geri planda qalmaq, düşüncələri toplamaq, müşahidə etmək daha doğru olacaq. Bu həftə işləri zorla irəlilətməyə çalışmaq əvəzinə tempi salmaq sizin xeyrinizədir. Mars-Neptun kvadratı yaxın çevrə ilə münasibətlərdə aldanma və yanlış yönləndirilmə riskini artıra bilər. Qardaş və qohumların sağlamlıq və ya şəxsi vəziyyətləri ilə bağlı həssas mövzular gündəmə gələ bilər. Buna görə hər eşitdiyinizə dərhal inanmaq əvəzinə seçərək irəliləyin. Bununla yanaşı, Saturn-Neptun təsirləri uzunmüddətli olaraq ev, yerləşmə, köçmə və yuva mövzularında yeni bir dövrün başlandığını göstərir. Hazırda yalnız hazırlıq mərhələsi işləyir. Böyük addımlar üçün tələsməyin. Tövsiyəm budur. Ağırdan alın, müşahidə edin, qeydlər tutun. Çünki 20 fevraldan sonra qapılar öz-özünə açılmağa başlayacaq. Sakit, nəzarətli və yüksək fərqindəliklə keçən bir həftə diləyirəm. Əziz dolça və yüksələn dolçalar, həftəyə münasibətlər və xüsusi həyat vurğusu ilə başlayırsınız. Partnerinizlə birgə xoş planlar etmək, ortaq fəaliyyətlər düşünmək və ya sadəcə daha çox birlikdə vaxt keçirmək ön plana çıxa bilər. Əgər həyatınızda biri yoxdursa belə, sosial çevrəniz, dost qrupları və dəvətlər bu həftənin əsas mövzusu olacaq. Getdiyiniz hər yerdə diqqət çəkə, maraq görə və kalabalıq mühitlərdə olmaqdan zövq ala bilərsiniz. Tək qalmağı çox istəməyəcəyiniz, sosial ünsiyyətin gücləndiyi bir dövrdəsiniz. Lakin bu hərəkətli həftənin vacib bir xəbərdarlığı var. Mars-Saturn sərt bucağı. Bu görünüş xüsusilə maddi mövzularda ehtiyatlı olmağınızı xatırladır. Gözlədiyiniz bir ödəniş gecikə bilər və ya dostunuzla planlaşdırdığınız bir işdə tıxanma yaşana bilər. Eyni zamanda sosial çevrənizdə yanlış yönləndirilmə, aldadılma və ya sizdən asılı olmayaraq yarana biləcək anlaşılmazlıqlar gündəmə gələ bilər. Buna görə bu həftə emosional deyil, daha nəzarətli və ölçülü addımlarla irəliləmək sizin üçün daha faydalı olacaq. Merkuri-Uran qarşıdurması həm ev içində, həm də iş həyatında sözlü qarşıdurmalara zəmin yarada bilər. Ani çıxışlar, fikir ayrılıqları və ünsiyyət qopmaları mümkündür. Xüsusilə ailə üzvlərinə qarşı daha sakit və konstruktiv yanaşmaq xeyrinizədir. Həftənin gözəl təsirlərindən biri isə Neptunun düz hərəkətə dönməsidir. Bir müddətdir maddi mövzularda qeyri-müəyyənlik və qarışıqlıq hiss edirdinizsə, indi qazanc yollarınızın daha aydın açıldığını görə bilərsiniz. Maliyyə məsələlərində sezgiləriniz güclənə bilər
və daha düzgün yön ala bilərsiniz. Bu təsir yanvarın sonuna qədər davam edəcək. Cümə günü Merkuri yay bürcünə keçir və sosial çevrə trafiğiniz daha da sürətlənir. Yeni insanlarla tanış olmaq, layihələrə daxil olmaq, mühüm görüşlər keçirmək üçün dəstəkləyici bir dövrdəsiniz. İş çevrəsindən gələn imkanlar arta bilər və siz də bu şansları dəyərləndirmək üçün lazımi cəsarəti özünüzdə tapa bilərsiniz. Lakin həftə sonuna yaxın Mars-Neptun kvadratı maddi mövzularda aldadılma və yanılma riskinə işarə edir. İnvestisiya, alqı-satqı, ortaq maliyyə idarəsi və ya pul əlaqəli görüşlərdə diqqətli olun. Mümkün qədər tələsik qərar verməyin. Böyük addımları növbəti həftəyə saxlamaq daha sağlam olacaq. Ümumilikdə bu həftə sosial, canlı və ünsiyyət baxımından güclü enerjilər gətirir. Sadəcə maliyyə sahəsində biraz ehtiyatlı olmaqda fayda var. İşığınız bol, bəxtiniz açıq bir həftə arzulayıram. Əziz balıq və yüksələn balıqlar. Həftəyə iş nizamı, gündəlik rutinlər və sağlamlıq mövzuları ön planda olmaqla başlayırsınız. Bu dövrdə kifayət qədər işləyəcək, tempolu günlərə baxmayaraq motivasiyanızı qoruyub, əməyinizi verdiyiniz işlərə ürəklə fokuslana biləcəksiniz. İş həyatında gözəl inkişaflar əldə etmək ehtimalınız yüksəkdir, lakin diqqəti əldən verməmək də bir o qədər önəmlidir. Bu həftə göy qübbəsində çətin bir görünüş var. Mars-Saturn kvadratı. Bu təsir iş mühitində rəhbərlik və ya otorite fiqurları ilə anlaşmanı çətinləşdirə, bəzi məsuliyyətlərin iş planlarınızla üst-üstə düşməsi isə prosesləri yavaşlada bilər. Kalabalıq mühitlərdə olacaqsınızsa, sağlamlıq mövzularına xüsusi diqqət edin. İmmunitetiniz həssas ola bilər, infeksiyalara daha açıq bir dövrünüzdür. Bundan əlavə, ananızın sağlamlığı və ümumi yaşam şəraiti ilə bağlı mövzular gündəmə gələ, sizin dəstəyinizə ehtiyac ola bilər. Merkuri-Uran qarşıdurması zehni olaraq daha sürətli və ani reaksiyalara meyilli olacağınızı göstərir. Fikirlərinizi ifadə edərkən sərt çıxış etmək ehtimalı yüksəkdir. Sizinlə eyni pəncərədən baxmayanlara qarşı dözümünüz azala bilər. Buna görə danışmadan öncə bir anlıq dayanmaq, situasiyanı sakitliklə dəyərləndirmək böyük fərq yaradacaq. Həftənin ən şəfalı təsisi isə Neptunun düz hərəkətə dönməsidir. İdarəçi planetiniz olan Neptunun irəliləməsi, yaradıcılığınızın yüksəlməsi, sezgilərinizin dərinləşməsi və həyatınıza istiqamət vermək istədiyiniz mövzularda daha aydın addımlar ata bilməyiniz deməkdir. Özünüzə qayğı göstərmək, görünüşünüzdə dəyişikliklər etmək, ruhsal təzələnmək üçün olduqca dəstəkləyici bir zaman başlayır. Bu təsir 20 yanvara qədər sizinlədir. Cümə günü Merkuri yay bürcünə keçir və bu keçid karyera və peşə hədəflərinizi daha görünən edəcək. Patronlarla görüşlər, iş razılaşmaları, yeni məsuliyyətlər gündəmə gələ bilər. Daha əvvəl arxa planda etdiyiniz işlər belə indi fərq edilə, dəyəriniz tanına bilər. Həftənin sonuna doğru Mars-Neptun kvadratı vacib bir xəbərdarlıq daşıyır. Bu həftə ən həssas nöqtəniz sağlıqdır. İmmunitetinizi güclü tutun, istirahəti ihmal etməyin və bədəninizin verdiyi siqnalları görməzdən gəlməyin. Eyni zamanda, münasibətlərdə aldanma riski, boş gözləntilər və üzərindən keçilən problemlər gündəmə çıxa bilər. Bu dönəmdə böyük qərarlar vermək, riskli təşəbbüslərə girmək və ya maddi baxımdan ciddi addım atmaq çox uyğun deyil. Daha yaxşısı, prosesi müşahidə edib, həftəni sakit şəkildə tamamlamaqdır. Həftəni axışda qalaraq, bədəninizə önəm verərək və emosional aydınlıq yaradaraq dəyərləndirin. İşığınız bol, şəfanız yaxın olsun.